bağlı nəticəmi paylaşmaq istəyirəm. Məndə düyünlü zobum var idi. Mənim qanıma zəhərlənmə vermişdi zobum. Yəni həddən artıq çox ciddi idi də problemim. Yəni ümumiyyətlə dedilər əməliyyat olunmalısan. Yəni qana zəhərlənmə verib. Sevinç xanım, həqiqətən də Sibir məhsullarına möhtəşəm bir məhsuldur. Yəni söz ola bilməz də. Həqiqətən də çox təşəkkür edirəm ki, şükür olsun ki, mən bu şirkətə qoşulmuşam. Şükürlər olsun. Həqiqətən də hər şey göz önündədir. Analizlərimin bizdən əvvəlki ilə sonrasına baxın. O qədər sevinmişəm ki, ümumiyyətlə həkim deyir ki, səndə zob nədir? Yoxdur səndə. Zob deyilən bir şey yoxdur. Sən deyinirsən deyə bu problemdən sən deyə aradan qalxıb. Məndə ürək narahatlıq olurdu, zob eləyirdi, ürəyim narahat olurdu, nəfəs ala bilmirdim, boğulma verirdi, həddən artıq çırpınırdım. Çox əzab çəkirdim də zobumdan, həddən artıq. Boğazım düyünlənirdi, yanından bir xətt əsəbləşirdim, məndən bir xətt boğulma verdi, həddən artıq çox əsəbi idim, əsəbləşirdim, hər bir şey əsəbləşirdim. Hələ həqiqətən də Sibir məhsullarını istifadə edəndən mən həqiqətən də özümə inana bilmirəm ki, mən bu nəticəni almışam, mən özüm o qədər rahandam, yəni o qədər rahandam ki.